Salam dostlar, bugün bir zaman maşınına əyləşib Azərbaycan kinosunun qızıl dövrünə, o ağ qara və rəngli lentlərin sehirli dünyasına səyahət edəcəyik. Bu videomuzda YouTube statistikası nəzərə alınaraq Azərbaycanın ən yaxşı 10 keçmiş filmini sizlərə təqdim edəcəyik. Baxaq görək ən çox sevilən və izlənən filmlər hansıdır? Birinci yerdə hansı film qərarlaşıb? Bunların hamısı videomuzda. Elə isə başlayaq. Xoş izləmələr. 10-cu sıra O Olmasın Bu Olsun filmi. Siyahımıza Dahi Üzeyir Hacbəyovun əsəri ilə başlayırıq. Məşədivadın nə qədər qocalmışamsa dəyərəm min cavana məntiqi, Bakı qoçuları və haman səhnəsi. Bu film Azərbaycan satirasının vizual zirvəsidir. 9-cu sıra Böyük Dayaq filmi. Kənd həyatı və idarəçilik prinsipləri arasında mübarizə. Rüstəm kişi obrazı sərtliyi və ədaləti ilə yaddaşlarda qalıb. Lalə, Haradasan fəryadı isə filmin ən emosional nöqtəsidir. 8-ci sıra Yuxu filmi. Siyahımızdakı nisbətən gənc film olsa da artıq klassikaya çevrilib. Əlabbas Qədirov, Nəsibə Zeynalova və Siyavuş Aslanın möhtəşəm tandemi, Abşeron kəndinin koloriti və xumarın yuxusu ətrafında dönən məzəli hadisələrdən bəhs edir. 7-ci sıra Qanlı Zəmi. Bir başqa adı ilə Atları Yəhərləyin. Xalq qəhrəmanı Nəbi və Həcərin dastanından bəhs edən bu film azadlıq və bəylərə qarşı mübarizənin simvoludur. Həm aksiyon, həm də dramın mükəmməl vəhdəti ilə qarşılaşırıq bu filmdə. 6-cı sıra Yol əhvalatı. Zaur, Qurban olum sür. Azərbaycan kinosunun ən sevilən yol komediyası. Bakıdan Moskvaya uzanan yumor dolu səyahət və Siyavuş Aslanın unudulmaz müstəntiq obrazı. 5-ci sıra Ögey Ana. Hər kəsin ən azı bir dəfə də ağladığı o film. İsmailin inatkarlığı və Dilarənin səbri. Bu film bizə öyrətdi ki, ana olmaq üçün qan bağı ilə yanaşı sevgi dolu ürək də lazımdır. 4-cü sıra Qatır Məmməd. Tarixi inqilabı janrında çəkilən ən güclü filmlərdən biridir. Şahmar Ələkbərovun canlandırdığı Qatır Məmməd xarakteri xalqın içindən çıxan qəhrəman obrazını mükəmməl əks etdirir. 3-cü sıra Əhməd Haradadır. Azərbaycan kinosunun ən rəngli, ən şən və dinamik filmlərindən biri. Valideynlərinin onlar üçün seçdiyi namizədlərlə evlənmək istəməyən iki gəncin, Kəndli Əhmədlə Şəhərli Leylanın Bakıdakı macəralarından bəhs edir. 2-ci sıra Axırıncı Aşırım. Bu sadəcə film deyil, xarakterlərin toqquşmasıdır. Abbasqulu Ağa Şadlinski və Kərbəlayı İsmail arasında o ağır diyaloqlar Azərbaycan kinosunun ən güclü dramatik səhnələridir. Necə deyərlər, Kərbəlayı, gəlmişəm ki, qan tökülməsin. 1-ci sıra və siyahımızın zirvəsi Nəsibə Zeynalova bu rolu ilə Azərbaycan qaynanası statusunu aldı. Cənnət xalanın hilələri, evdə yaratdığı diktatura və sonuna gələn şirin barışıq. Bu film Azərbaycan xalqının vizit kartıdır demək olar ki. Bəli əziz izləyicilər, daha bir videonun sonuna gəldik. Bəs siz siyahını necə qiymətləndirirsiniz? Sizə görə ən yaxşı film hansıdır? Düşüncələrinizi şərhlərə yaza bilərsiniz. Bu tip videoların davamı üçün videonu bəyənib kanalımıza abunə olaraq dəstək ola bilərsiniz.